Noyabrın 27-sində Bakı şəhəri Cavid Hüseyn küçəsində yeni binada təmir aparan şirkətin məsuliyyətsizliyi nəticəsində qaldırıcı kran aşmışdı. Hadisə şahidlərinin sözlərinə görə qəza zamanı bir nəfər xəsarət alıb. Həmin şəxs dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisədən sonra əraziyə polis nümayəndələri cəlb olunub və ərazi nəzarətə götürülüb. Tikinti yerinə əlavə 2 kran gətirildikdən sonra aşmış kranı əvvəlki vəziyyətə qaytarmaq mümkün olub. Şurada gətirir. O zaman yerləri yox.